Sual 8 ilə davam edirik. Maraqlı sualdır. Deyir ki, sinifdə şagirdlər arasında konflikt yaranır. Müəllim konflikti müşahidə etsə də heç bir reaksiya vermir. Verilmiş bu situasiyada müəllimin davranışı haqqında nə demək olar? Baxın, sinifdə şagirdlər arasında konflikt, mübahisə yaranır. Müəllim bunu görür, amma heç bir reaksiya vermir. Müəllim bu davranış haqqında biz nə deyə bilərik, onu seçməliyik. A variantında deyir ki, müəllim təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, müstəqil həyata hazırlamaq vəzifəsini yerinə yetirmir. Xeyr, bu yanlış fikirdir. Deməli, təhsil alanlarda fəal vətəndaş mövqeyini formalaşdırmaq, yəni konfliktə heç bir aidliyi yoxdur. Baxırıq B variantına, deyir ki, müəllim məktəb rəhbərliyi və psixoloqlarla əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Baxın, bu sonrakı mərhələdir. Yəni, sinifdə şagirdlər arasında mübahisə, konflikt, hər hansı bir anlaşılmazlıq yaranırsa, bu problemi müəllim həmin andaca kökündən həll eləməlidir. Sonrakı mərhələdə bunu məktəb rəhbərliyinə ehtiyac varsa bildirə bilər, psixoloqa ehtiyac varsa şagirdləri yönləndirə bilər, əməkdaşlıq eləyə bilər. Bunlar sonrakı mərhələdir. Amma bizə lazımdır ki, həmin konflikt anında müəllim nə etməlidir, hansı davranışı nümayiş etməlidir, bizə o lazımdır. Bu da doğru deyil. Deyir ki, C variantında müəllim təhsil alanların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirmir. Baxın, bu doğru fikirdir. Çünki həmin andaca şagirdlər arasında konflikt yarandığı anda müəllim nə etməli idi? Həmin konfliktdə öz fikrini, reaksiyasını bildirməli idi. Belə deyək də, çünki sinifdə yaranan hər hansı bir konfliktdə şagirdlər həm fiziki, həm də psixoloji cəhətdən nə olur? Onların sağlamlığına təhlükə yarana bilir. Və müəllim belə mühitdə nə etməlidir? Şagirdləri qorumalıdır. Onlara reaksiya bildirməlidir. Amma müəllim bunu yerinə yetirmirsə, deməli, müəllim bu halda nə edir? Təhsil alanların təhlükəsizliyini və sağlamlığının mühafizəsində iştirak etmək vəzifəsini yerinə yetirməmiş olur. Bizim doğru variantımız budur. D variantında deyir ki, müəllim pedaqoji etika və əxlaq normalarına əməl etmək vəzifəsindən qırağa çıxır. Yəni, burada etik prinsiplərin pozulması deyil. Y variantında deyir ki, müəllim valideynlərlə əməkdaşlıq etmək vəzifəsini yerinə yetirmir. Bu da doğru deyil.